Demək uşaqlar, bildik də 21 mart yaz gecə gündüz bərabərliyi günüdür. 21 martda günəş olurdu ekvator xəttində. Şimal yarımkürəsində gündüzün uzunluğu 12 saat, gecənin də uzunluğu 12 saat. Cənubda da həmçinin gündüz də 12 saat, gecə də 12 saat olurdu. Burada 23,5 dərəcə şimal enliyi şimal tropiki, 23,5 dərəcə cənub isə cənub tropiki idi. Ramal, nəsə demək istəyirsən de. Müəllim bir şey deyim. O məsələn 20 martdan fərqli bir vaxt ola bilər. Hə, ekvatorun üzərində olması. Bəli, bəli. Hə, 23 sentyabrda ola bilər, 21 martda. Günəş ildə 2 dəfə ekvator xəttinin üzərində olur. 21 martda olur, bir də 23 sentyabrda. Digər tarixlərdə isə başqa paralellərdə olur. Sadəcə 21 mart yazmışam ha burada, görsən. 21 martdan Bəli. sonra oxlara bax, günəş şimala doğru hərəkət edir, görsən. Günəş Bəli, gedir müəllim. şimal tropikinə. Aydındır. Bəli. Günəş şimal tropikinə çatdısa hansı tarix olur? 22 iyun. Demək nə oldu? 22 iyun tarixi. Günəş harda oldu? Şimal tropikində. 26 Mart'ında. Aydındır. 21 martdan sonra günəş hansı istiqamətə hərəkət edir uşaqlar? Şimal tərəfə. Şimal tropikinə doğru və 22 iyunda çatır şimal tropikinə. Uşaqlar, onda günəş cənub qütbündən uzaqlaşır, şimal qütbünə yaxınlaşır da, düzdür? 21 mart Bəli, tarixindən müəllim. başlayaraq. 21 mart tarixindən başlayaraq günəş şimal qütbünə yaxınlaşırsa, cənubda gecələrin uzunluğu artar yoxsa azalar? Azalar. Gecələr Hə. uzunluğu artardı. Bəli, günəşdən Artar. uzaqlaşdıqca gecələrin uzunluğu artacaq. Günəş şimala gedirsə, cənubda gündüzlər azalır, gecələrin uzunluğu artır. Şimal Bəli. yarımkürəsində bəs uşaqlar. Şimal hissəsində günlərin uzunluğu var. Hə, gün Gecələr gecələr qısalırdı. Bəli, gecələr qısalır, gündüzlərin uzunluğu isə artır. Uşaqlar, 22 iyunda ən uzun gündüzdür şimal yarımkürəsində. 22 iyundan sonra günəş hansı istiqamətə hərəkət edəcək? Cənuba. Bəli, cənuba doğru. Və hansı tarixdə çatır ekvator xəttinə günəş? 23 23 23. sentyabrına. Bəli, Payız payız günü. gecə gündüz bərabərliyi günü. Yenidən bərabərləşmə baş verdi. Burada da yenə şimalda da 12 saat gündüz, 12 saat gecədir. Cənubda da 12 saat gündüz və 12 saat gecə müşahidə olunur. Demək uşaqlar, 23 sentyabrdan sonra günəş hansı istiqamətdə hərəkət edir? Cənuba. Cənuba Cənuba doğru, doğru. bəli. Cənub tropikinə doğru hərəkət edir. Demək 23 sentyabrdan sonra günəş cənuba doğru irəliləyəcəksə, onda şimalda hansı hadisələri baş verəcək? Şimalda gecələr artar, gündüzlər azalar. Gecələr artır, gündüzlər qısalacaq. Bəli, tamamilə doğrudur. Şimalda gündüzlər uzanacaq, qısalacaq, gecələrin uzunluğu artacaq. Bəs cənubda Cənubda günlər Cənubda artar, gecələr gecələr azalır. qısalacaq, gündüzlər artacaq. gecələr qısalacaq, gündüzlər isə uzanacaq. Bəli. Demək bu da oldu 22 dekabr. Cənub tropikinə çatdı, oldu qış gün dönümü günü. Qış gün dönümündə uşaqlar, şimalda ən uzun gecə, ən qısa gündüz olur. Cənub tropikində, cənub qütbündə isə ən uzun gündüz və ən qısa gecə olur. Aydındır. Şimalda olanların əksi cənubda olur. Günəş cənubdadırsa, cənub tropikindəsə, demək cənub qütb dairəsində ən uzun gündüzdür, qütb gündüzü. Günəş şimal tropikində olduqda isə şimal qütb dairəsində qütb gündüzü olurdu. Cənubda qütb gündüzü olanda şimalda qütb gecəsi olur. Yəni 22 dekabrda. Şimalda qütb gündüzü olanda, yəni günəş şimal tropikində olanda cənubda qütb gecəsi olur. Bir-birinin tərsi olmalıdır. Şimalla cənub necə bir-birinə əksdir? Gecə gündüzlər bir-birinin tərsi olacaq qütblərdə. Demək, sonra yenidən ekvatora doğru hərəkət edəcək. Yenə də 21 martda gələcək, ekvatora çatacaq. Şimala keçəndə yenə bizdə yaz fəsli başlayacaq. Belə, indi keçək məsələlərin izahına uşaqlar. Məsələn, burada günəş ekvator xəttindədir, düzdür? A məntəqəsi isə 60 dərəcə şimal enliyindədir. Ekvatorda olarsa günəş A məntəqəsinə hansı bucaqla düşür? Hesablayın görək.
Bir dediğini tekrarlayabilir bilərsən sualınızı? Uşaqlar, baxın, günəşi harda çəkmişəm? Ekvator xəttinin üzərində, düzdür? Amma Bəli, müəllim, bəli. A məntəqəsi hardadır bəs? 60 dərəcə şimal enliyində. Bəli. İndi günəş ekvatordadırsa 60 dərəcə şimal enliyinə hansı bucaqla düşür? Bunu hesablayın. Tapa bilməsəz mən izah edəcəm. Sadəcə dedim birincini özünüz hesablayın, görüm tapa biləcəksiniz. Bir dəqiqə müəllim. Müəllim, Mən tapdım müəllim. mən izah eləsəz mən başa düşərəm. Hə, yaxşı. Nahid nə qədər Vallahi- tapdın? 30 tapdım amma bilmirəm də düzdür ya səhvdir. Düzdür. Amma görə indi necə tapsan da. Uşaqlar, burada nə edirik? Günəşin zenitdə olduğu paralellə məntəqənin verildiyi paralelin arasındakı dərəcə fərqini tapırıq. 0 ilə 60-ın arasında nə qədər dərəcə var uşaqlar? 60 da. 60 dənə dərəcə. dərəcə var. Bunu çıxa və ya toplaya bilərsiniz, yenə də 60 edəcək. Aydındır? Bəli. Demək nə edirik? Günəşin maksimum düşmə bucağı nə qədərdir? 90. 90-dan dərəcə. çıxırıq. Bəli. 90-dan çıxırıq. Günəşlə məntəqənin olduğu paralelin arasındakı dərəcə fərqini, yəni 60-ı. Bu deyilir 30 Hə, dərəcə. başa. Mən də belə elədim. Mən də belə Hə. elədim müəllim. Hələ. İndi digər bir məntəqəni verirəm uşaqlar, cənubda 40 dərəcə cənub enliyindədir. Tapın görək hansı bucaqla düşəcək. Cənub 50 eləyim müəllim. Aha, 50 dərəcə. Necə tapdıq uşaqlar? Mən Dəqiq. birinci arasındakı məsafəni tapırıq 40 dərəcə, sonra 90-dan çıxırıq da. Hələ. 90-dan da çıxırıq həmin aradakı məsafəni 40-a. Bəli. Bəli. 50 dərəcə. Hə, aydındır. Bu qaydada davam edirik. Növbəti misalı həll edirik. Asimandan bir dənə soruşum. Asiman, günəşin maksimum düşmə bucağı nə qədərdir? Siz həll edin uşaqlar. Asiman yeni qoşulub. Tapdım müəllim. Mən tapmışam. Demək uşaqlar, burada günəş 10 dərəcə şimal enliyindədir, məntəqə isə 45 dərəcə şimal enliyindədir. Nə edirik burada? Aradakı dərəcə fərqini yenə də tapırıq. 10 ilə 45-in arasında nə qədər cavab tapdıq uşaqlar? 55. 55. Bəli. Hə, demək 10 ilə 45-in arasındakı dərəcə fərqini tapırsınız. İkisi də eyni enlikdə olduğu üçün çıxırsınız və yaxud da ki 10 ilə 45-ə qədər 35 dənə dərəcə var. Bunu praktik olaraq da bilirsiniz. Yəni aradakı Hə. dərəcə fərqi oldu 35. Maksimum düşmə bucağı 90 idi. 90-dan çıxırsınız 35-i. Düzgün 55. cavab olur. Bəli, 55 dərəcə. Başqa bir məntəqəni verirəm uşaqlar. Cənubda B məntəqəsi. Bunu hesablayaq. Tapdım mən. Məlumat tapdım. Əla Nahid, qoy Ramalla Asiman digər yoldaşlarını da tapsın. Hə, tapdım mən də bir şey. Əla. Tapdım Asiman mən. sən də tapdın mı? Bəli, mən. Nə qədər tapsan Asiman? Bəli, biz burada 90 dərəcə aşağı 90 dərəcə götürürük, yoxsa günəş məntəqəsi? Yox, günəşin maksimum düşmə bucağı 90 dərəcədir. Onu Biz bilirəm. həmişə 90 dərəcədən çıxırıq. Günəşin 55 zenitdə çıxdım, 35 olduğu aldım. paralellə məntəqənin olduğu paralelin arasındakı dərəcə fərqini 90-dan çıxırıq. İndi sən hesabla ki, 10 dərəcə şimal enliyi ilə 55 dərəcə cənub enliyi arasında neçə dərəcəlik məsafə var? Bu məsafəni tap, 90-dan çıx o məsafəni, günəşin düşmə bucağını tapacaqsın. 25 olacaqdı mənim. Ramal, sən neçə tapıbsan?
Bundan da 25 tapdım. Nahid. 25 müəllim. Hə. Demək uşaqlar, burada heç çətin heç bir şey yoxdur. Nə edirsiniz? 10 dərəcə şimal enliyi ilə 55 dərəcə cənub enliyi. Fərqli yarımkürələrdir. Fərqli olduğu üçün bilirsiniz ki, toplamaq lazımdır. Hə, 10 ilə Bəli. 55-i topladınız 65. 90-dan da çıxırsınız bu 65-i. Günəşin düşmə Elə bucağı olur 25 dərəcə. Bildiniz? Və burada baxanda da görünür uşaqlar. 0-dan 10-a kimi 10 dənə dərəcə var. 0-dan 55-ə kimi də 55 dənə dərəcə. Ümumilikdə edir 65 dərəcə. 65 dərəcə. Hə, 90-dan da çıxırsınız onu. Bunu hesablayaq uşaqlar. Tapdım ben. Tapdım müəllim. Hə, hamı tapsın uşaqlar, cavabı Tapdım səsləndirək. müəllim. Nə qədər tapdıq? 50. 50. 50-dir. Hamı 50 tapıb. 60 müəllim. 60-dır. Demək uşaqlar, 15 dərəcə şimal enliyindədir Günəş, 55 dərəcə şimal enliyindədir A məntəqəsi. 15 ilə 55-in arasındakı neçə dərəcə məsafə var, bunu tapırıq. İkisi də eyni yarımkürədədir. Nə edirik? Çıxırıq. Qaldı cavabımız 40 dərəcə. Düzdür, demək məsafə nə qədər? 40 dərəcə. 90-dan da bu məsafəni çıxanda, yəni Günəşin maksimum düşmə bucağından da bu 40 dərəcəni çıxanda cavab bizə qalır 50 dərəcə. Aydındır. Demək Günəşin düşmə bucağı 50 imiş. Diqqətli olun Nahid. Növbəti məntəqəni qeyd edirəm uşaqlar. Bunu tapın. Tapdım müəllim. Mən də tapdım müəllim. Nə qədər tapdıq uşaqlar? 20. 20 müəllim. 20 yoxlayaq. Demək fərqli yarımkürələrdədir uşaqlar. Fərqli yarımkürələrdə olanda toplayırdıq. 70 dərəcə oldu. 90-dan da çıxırıq həmin o 70-i. Cavabımız olur bəli 20 dərəcə. Demək Günəş B məntəqəsində 20 dərəcə bucaqla düşür. Bunu tapaq. Tapdım. Tapdım müəllim. Hə, hamı tapsın. Tapdım müəllim. Nə qədər tapdıq uşaqlar? 25. Fərqli cavab tapan varmı? Yo, 25 müəllim. Yaxşı. Yoxlayaq uşaqlar. Məntəqə 20 dərəcə cənub enliyindədir. Günəş 20 dərəcə cənub enliyində, məntəqə 45 dərəcə şimal enliyindədir. Fərqli yarımkürələrdir deyə topladıq. Aradakı dərəcəni tapdıq 65 dərəcə. 90-dan da çıxırıq həmin 65 dərəcənin. Bəli, düşmə bucağı olur 25 dərəcə. Növbəti məntəqəni verirəm sizin üçün. B məntəqəsi. Buna da tapın. Düşmə bucağı. Tapdım müəllim. Tapdım müəllim. Tapdım müəllim. Əla, nə qədər tapdıq uşaqlar? 30. 100. Fərqli cavab tapan varmı? Hə. Demək uşaqlar, Günəşlə B məntəqəsi arasında məsafəni hesablayırıq. Olur 60 dərəcə. 90-dan da çıxırsınız 60 dərəcəni edir 30 dərəcə. Güzel. Başa düşmüşük uşaqlar. Bəli müəllim. Əla. Bunu da tapaq. Tapdım bunu da. Tapdım müəllim. Nə qədər tapdıq? 50 müəllim. 55 dərəcə müəllim. 55 dərəcə. Fərqli cavab tapan var. Kimsə 50 dedi. Müəllim. Asiman, Yəni, Ramal. Yox, tapdım müəllim. 55'ti. Hə, demək 10 dərəcə cənub enliyindən 25 dərəcə şimal enliyi arasındakı məsafəni hesablayırıq. Fərqli yarımkürələrdə topladıq, oldu 35 dərəcə. 90-dan da çıxırsınız həmin 35-i. Cavab olur nə? Hə, 55 olmalıdır uşaqlar. Bu slaydda 65 texniki səhv gedib. 55 dərəcədir. Bəli. Düz. Növbəti. 60 dərəcə cənub enliyi üçün hesablama aparaq uşaqlar. Tapdım müəllim. Tapdım Nə müəllim. qədər? 20. 40 müəllim. Naik 40 bir değil. daha hesabla ağıllı bala. 40 deməm. Əla. Demək uşaqlar 10 dərəcə cənub enliyi, 60 dərəcə cənub enliyi eyni yarımkürələrdir deyə çıxırıq, edir 50 dərəcə. 90-dan da 50 dərəcəni çıxanda düşmə bucağı olur 40 dərəcə. Bunu hesablayaq. Bunu Tapdım müəllim. da, mən də tapdım. Mən də tapdım müəllim.
Demək Günəş 15 dərəcə cənub enliyindədir. 30 dərəcə şimal enliyində hansı bucaqla düşdü? 45. 45 müəllim. Arasındakı məsafə 45-dir. Əla. Günəşlə A məntəqəsi arasında məsafə 45-dir. Toplamışıq çünki fərqli yarımkürələrdədir. 90-dan da çıxırsınız 45-i düşmə bucağı olur 45 dərəcə. İndi məntəqə 40 dərəcə cənub enliyindədir. Düşmə bucağını tapın. Tapdım məni. Tapdım müəllim. Tapdım müəllim. Nə qədər tapdıq uşaqlar? 65. 65 dərəcə. 40, 15. Yaxşı, hesablama aparaq. Çıxırıq çünki ikisi də cənub yarımkürəsində oldu 25 dərəcə. 90-dan da 25 dərəcəni çıxanda düşmə bucağı oldu 65 dərəcə. Əla. Bunu hesablayaq. 21 Bu martda. biraz uşaqlar, burada artıq iki paraleldə hesablama aparırıq. Yəni Günəş ekvatorda olanda özündən eyni uzaqlıqda olan iki paralelə eyni bucaqla düşür. Yəni 60, 70, 80 və s. 15, 20 və s. Yəni Günəş ümumiyyətlə istənilən paraleldə olduqda özündən eyni uzaqlıqda yerləşən iki paralelə məsələn 60 dərəcə bucaqla düşə bilir. İndi burada siz özünüz hesablayın, tapa bilməsəz mən izah edərəm. Tapdım müəllim bir şey. Demək uşaqlar, burada hətta paralellərin arasındakı məsafəni soruşur. Siz birinci paralelləri tapın, sonra onların arasındakı məsafəni də taparıq. Nə qədər tapmışıq Ramal? 60 tapmışam. Aradakı məsafə 60 dərəcədir. Biz bunu 1 dərəcəli meridian qövsünün uzunluğuna da vurmalıyıq da. 1 dərəcəlik meridian qövsümüzün uzunluğu nə qədər idi? 111,1 idi. Yəni Hə, şey. hə. Aha bildim. Demək 60. uşaqlar, Onda 60. 111,1 hə. 60-ı vurdunuz, elədi 6666. İzahını verirəm uşaqlar. Demək, Günəş ekvatordadır. Məntəqələrin harda olduğunu bilmirik. Günəşin maksimum düşmə bucağı nə qədərdir? 60 dərəcə, 90 dərəcə, düzdür? Burada neçə dərəcə bucaqla düşdüyünü soruşur? 60 dərəcə. Bizim burada itirilən bucağımız var da uşaqlar. Məsələn, Günəşdən A məntəqəsinə qədər neçə dərəcəsə bucaq itirib. Həmin bucağı bilmirik axı. Günəşdən çıxmışıq, həmin bucağı biz X-lə işarələdik də. 90-dan çıxmışıq həmin X-i, cavab olub düşmə bucağı, yəni 60 dərəcə. Demək ki, biz burada X-i tapırıq da, düzdür? X-imiz oldu 30 dərəcə. Demək ki, Günəşdən A məntəqəsinə qədər olan məsafə də 30 dərəcədir. Günəşdən B məntəqəsinə qədər olan məsafə də 30 dərəcədir. Düzdür? Günəşdən A-ya qədər 30 dərəcədir, B-yə qədər də 30 dərəcədir. Ümumilikdə neçə dərəcə olur A-la B-nin arasında? 60. 60 dərəcə. 60-ı da vurursunuz 1 dərəcəlik meridian qövsünün uzunluğuna. 111,1 kilometrə. Uşaqlar, burada biz paralellərin özünü də tapa bilərik. Paralellərin özünü tapanda, məsələn, ekvatorun üzərinə, yəni sıfırın üzərinə bir dənə 30 gələcəksiniz. Edəcək 30, yazacaqsınız 30 dərəcə şimal enliyi. Bir dənə də sıfırdan 30 çıxacaqsınız. Olacaq -30, deyəcəksiniz 30 dərəcə cənub enliyi. Paralellərin özünü də tapa bilərik dərəcəsini, amma ehtiyac yoxdur. Yəni, belə hesablama apara biliriksə, vaxt itirib paralellərin özünü tapmağa ehtiyac yoxdur. Əgər zərurət yaransa, tapa bilərsiniz. Yəni, dediyim kimi burada 30 dərəcə şimal enliyi, 30 dərəcə cənub enliyi. Bir dəfə sıfırın üzərinə 30 gəlirsiniz, yəni Günəşdən A-ya qədər olan məsafəni. Bir dəfə də sıfırdan 30-u çıxırsınız, yəni B-yə qədər olan məsafəni. Doğrudan da 30 şimalla 30 cənubun arasında 60 dərəcə var, məsafə var. Bunu həll edək. Günəş 15 dərəcə şimal enliyində olarkən Günəşin 50 dərəcə bucaqla düşdüyü paralellər arasındakı məsafəni hesablayın. Yəni 15 dərəcə şimal enliyindədir, deyir 50 dərəcə bucaqla düşdüyü paralellər arasındakı məsafəni tapın. Bayaqki qayda ilə hesab. Tapdım mən. Tapdım mən də müəllim. Hamı tapsın, yoxlayaq uşaqlar.
Mən bu şeydə bütövdə, yəni bu yuxarıdakı ilə aşağıdakı ikisini də tapmaq lazımdır, elə deyil. Günəşdən yuxarıdakı məntəqəyə qədər olanı da tapmalısan, aşağıdakı nöqtəyə qədər olan məsafəni də tapmalısan. Sonra cəmləyirsən Bu onları, vurursan meridian qövsünün uzunluğunu. bildim, mən bildim. Aha. Tapdım mən. Nahid nə qədər tapdın? Deməm ki 7777 də. Uşaqlar siz nə qədər tapdınız? Mən 8888. Yaxşı. Mənim bir dəfə şimal enli, bir də cənub enli olmaz. Hə, demək bir dəfə şimala doğru, bir dəfə cənuba doğru Bir düşmə də bucağı toplayacaq, bir də tapırıq. çıxacaq. Bax, Asiman, diqqətlə baxın. Birinci uşaqlar, 65 dərəcə, 35 dərəcə olur. birincisi günəşin maksimum düşmə bucağı 90-dır. Hə. 90-dan yenə də günəşin hər iki nöqtəyə doğru olan məsafəsi x-dir. Biz bu x-i tapırıq birinci. X-imiz oldu 40 dərəcə. Yəni itirilən bucağımız var axı burada. Yəni 90-dan x-i çıxıblar, düşmə bucağı qalıb 50 dərəcə. Düzdür? Bu x də Hə. günəşlə nöqtənin arasındakı məsafədir də. Yəni günəşdən bu nöqtəyə qədər olan məsafə x-dir. Biz x-imizi tapdıq 40 dərəcə. Demək, məntəqə günəşdən 40 dərəcə uzaqlıqdadır. Yəni paralelin hər biri günəşdən 40 dərəcə uzaqlıqdadır. Yəni doğrudan da paralelin biri günəşdən 40 dərəcə şimaldadırsa, digəri də 40 dərəcə cənubda olmalıdır ki, günəş eyni anda hər ikisinə 50 dərəcə bucaqla düşsün də. Başa düşürsən? Axı dedik günəş hər hansısa bir paraleldə olanda özündən eyni uzaqlıqda olan iki paralelə eyni bucaqla düşür. Yəni 40 dərəcə uzaqlıqda olan paralelə 50 dərəcə bucaqla düşür. 30 dərəcə özündən uzaqda olan paralellərə 60 dərəcə bucaqla düşür. Nə bilim 45 dərəcə uzaqda olan paralellərə 45 dərəcə bucaqla düşür. Aydındır? Doğrudan da iki nöqtə arasındakı məsafəni tapanda üzr istəyirəm uşaqlar. Günəşdən biri 40 dərəcə şimaldadır, digəri isə 40 dərəcə cənubdadır. Demək ümumilikdə nə qədər dərəcə var bunların arasında? 80. Təbii ki 80. 80 dərəcədən meridian qövsünə vurursunuz, 1 dərəcəli meridian qövsünə. O dedi 8888 kilometr. Asiman nəyi başa düşməmişdin, soruş indi. Elə bu idi, mənim bunu. Hə. Nəhayət başa düşdüyümü? Bəli, mən. Hə, diqqətli olaq uşaqlar, çətin heç nə yoxdur. Bir şeyi yaddan çıxartmayın. Yeganə yadda saxlamalı olduğunuz məqam odur ki, itirilən bucağı tapırıq. Yəni biz x ilə işarələmişik burada. Günəşlə paralelin arasındakı məsafəni tapırıq. Yəni biz bunu x ilə işarələdik. Bunu taparkən də 90-dan, yəni günəşin maksimum düşmə bucağından çıxırsınız sizə verilən bucağı. X-i tapdınız, ondan sonra hesablamamızı rahat apara bilirik. İtirilən bucağı tapdıqsa cavabı tapmışıq. Bunu hesablayaq. Tapdım. Tapdıqmı uşaqlar? Bəli, mən. Nə qədər tapmışıq? Nə qədər tapdıq uşaqlar? 2222. Fərqli cavab tapan varmı? Yox, mən də elə tapdım. Yaxşı, hesablayaq onda. Demək uşaqlar, burada itirilən bucağımız nə qədərdir? İtirilən bucaq 20 burada 10 burada var. 10 dərəcə. İtirilən bucağımız x 10 dərəcədir. Demək, günəşdən yuxarıdakı nöqtəyə qədər də 10 dənə dərəcə var. Aşağıdakı nöqtəyə Aşağıda bəli 10 dənə Evet. dərəcə var. Ümumilikdə neçə dənə dərəcə oldu burada? 20. 20 dənə dərəcə. 1 dərəcəmiz 111.1-dir. 20-ni də vurursunuz 111.1-ə eləyir 2222 kilometr. Bəli. Biraz inamsız cavab verdiniz uşaqlar. Düşünürəm ki, yəqin yaxşı başa düşməmisiniz. Ya da Yox, qorxuyorsunuz. mən başa düşdüm mən. Yəni uşaqlar yaxşı. səhv eləməkdən qorxmayın, narahat olmayın. Davam edək.
Tapdım mən. Tapdım. Tapdım ben. Əla, nə qədər tapdıq? 4444. Asiman, Elə yazdım ben. 4444. Nahir. 4444 mən. Yenə də itirilən bucağımızı tapdıq uşaqlar. İtirilən bucaq dərəcəsi nə qədər idi? 20. 20 dərəcə. İkisimizi tapdıq 20. Günəşdən şimaldakı nöqtəyə qədər 20 dərəcə, cənubdakı nöqtəyə qədər də 20 dərəcə. Uşaqlar, paralelləri niyə şimalda və cənubda çəkmişik? Bayaq dediyim kimi. Günəş istənilən bir paraleldə olanda özündən eyni uzaqlıqda yerləşən iki paralelə eyni bucaqla düşür. Ona görə biz birini şimalda, birini cənubda axtarırıq. Aydındır. Bəli. Ümumi bucağımız oldu burada 40 dərəcə, 40-ı da vurduz 111.1. Bunu da tapaq. Tapdım. Tapdım mən də müəllim. Tapdım ben. Nə qədər tapdıq? 7777. 7777. İyi. Demək olar günəş itirilən bucağı yenə də tapdıq. Burada 35 dərəcə oldu x'imiz. Şimala doğru 35 dərəcə, cənuba da doğru 35 Beş. dərəcə. Burada demək ümumi bucağımız oldu 70 dərəcə. Doğrudan da 4-ün üstünə 35 gəlsəz 39. Bir dəfə də 4-dən 35 çıxsaz edəcək 31. Mənfi 31 yarımkürə dəyişəcək olacaq şimal. 31 şimal, 39 cənub. Toplasaz yenə 70 edər. Və yaxud da ki, günəşdən uzaqlıqda olan məsafələri, yəni şimala və cənuba doğru olan məsafələri də toplasaz 70 edir. 70-də vurursunuz 111.1. Aydındır. Bəli. Aynen. O birisi məntəqəmiz də oldu bu. Yəni 39 dərəcə cənub enliyi, digərisi 31 dərəcə şimal. Yəni bunlar paraleli tapmağa ehtiyac yoxdur. Ehtiyac olarsa bu qayda ilə tapırsınız. Günəşin olduğu paralelin üstünə bir dəfə həmin tapdığınız dərəcəni, yəni 35-i burada gəldik, 39 etdi. Bir dəfə isə günəşin olduğu paraleldən aldığımız 35 rəqəmini çıxdıq, mənfi 31 etdi. Günəş cənub enliyində olduğu üçün mənfi rəqəm aldıqda yarımkürəni dəyişib şimal götürürük. Mənfi 31 yox, 31 dərəcə şimal enliyi götürürük burada və doğru paraleli tapmış oluruq. Bunu tapaq. Hə, bu biraz uşaqlar fərqlidir. Qoy bunu izah eləyim mən. Bundan sonra qalanını siz yazarsınız. Demək uşaqlar, burada həm də meyillilik var. Burada meyilliyə fikir veririk. Birinci məntəqənin meyilliyi günəşə tərəfdir, yoxsa günəşə əks tərəfdir. Günəşə tərəf olduqda məntəqəyə günəşin düşmə bucağı böyük olacaq. Günəşdən uzaqlığı olduqda isə, əks istiqamət olduqda isə günəşin düşmə bucağı kiçik olacaq həmin məntəqəyə. Burada normal qaydada günəş 10 dərəcə şimal enliyindədir. 50 dərəcə cənub enliyinə günəşin düşmə bucağını tapın. Siz normal qaydada neçə dərəcə düşməlidirsə, bunu tapın. 60. Yəni günəş 10 dərəcə şimal enliyindədir. 50 dərəcə cənub enliyinə hansı bucaqla düşür? Tapın bunu. Günəşin düşmə bucağını tapaq. Aradakı məsafəni yox. Hə, düşmə bucağı. Halledir müəllim. Uşaqlar, Yox. fərqli yarım kürələrdir axı. Yəni ki 30 olur. 10 dərəcə şimal enliyi, 50 dərəcə cənub enliyi. Arada neçə dərəcə məsafə var? 60 dənə dərəcə var da uşaqlar. Biri cənubdur, biri şimaldır. Normal qaydada tapırıq. 60 dənə dərəcə idi. Günəşin maksimum düşmə bucağı 90 dərəcədir. 90-dan çıxırsınız həmin o 60-ı. Günəşin normalda bura düşmə bucağı oldu nə qədər? 30 dərəcə. Düzdür? İndi məntəqənin meyilliyinə baxın uşaqlar. Məntəqənin meyilliyi cənuba doğrudur. Yəni günəşdən əks istiqamətədir. Günəşdən uzaqlaşan istiqamətdədir. Günəşdən uzaqlaşarsa günəşin düşmə bucağı necə dəyişər həmin məntəqəyə? Artar yoxsa azalar? Azalar. Təbii ki, Azalar. azalar. Onda nə edirik? 30 dərəcəni məntəqənin meyilli olduğu bucaq qədər azaldırıq. Yəni 30-dan 11-i çıxır. Bəli. Hə. 19 dərəcə. Birdən ox tərsi istiqamət olsa, günəşə tərəf olsaydı, biz demək ki, günəş daha böyük bucaqla düşəcəkdi ora. Həmin vaxt biz toplama əməliyyatı yerinə yetirərdik. 30 ilə 11-i toplayardıq. Bunu tapın.
Tapdım mən. Hamı tapsın uşaqlar. Fərqli heç nə yoxdur. Günəşin normal düşmə bucağını hesablayırıq. Mən də tapdım müəllim. Tap. Günəşin normal düşmə bucağını hesablayırıq, sonra meyilliyi nəzərə alırıq. Ramal da tapsın görək elə. Abi, tapdım ben tap. Nə qədər tapdıq uşaqlar? Şimala doğru. 58 deyil. 58 derecede. Asiman 22 mən. 22. 22. Baxaq görək elə. Demək normal düşmə bucağını hesablayaq. Bunun üçün məntəqələr arasındakı dərəcə fərqinə baxırıq. Biri 10 dərəcə şimal enliyi, digəri 40 dərəcə cənub enliyi. Arada 50 dənə dərəcə var. Günəşin bura normal düşmə bucağı oldu 40 dərəcə, düzdür? 40 dərəcə. Bəli. İndi məntəqənin meyilliyinə baxın uşaqlar. Haradır? Şimala doğru. Nə qədər? 18 dərəcə. Şimala, yəni günəşə tərəfdirsə, günəşin düşmə bucağı bura artmalıdır, yoxsa azalmalıdır? Artar. Artmalıdır. Bəli, normalda 40 dərəcə ilə düşürdü, amma məntəqə şimala 18 dərəcə meyilli olduğu üçün normal düşmə bucağının üstünə 18-i gəlirsiniz. Düşmə bucağı olur 58 dərəcə. Meyilliyi qədər günəşin düşmə bucağı da artır da həmin məntəqəyə. Asiman diqqətli ol biraz. Bunu tapın. Tapdım. Tapdım mən. Nahid də tapsın. Mən də tapdım. Nə qədər tapdıq uşaqlar? 25. 35 deyil. Fərqi yoxdur uşaqlar. Hesablayıb tapacaq. Siz cavabınızı deyin. Ramal? Ben 35 tapdım ben. Yaxşı. Mən də Demək uşaqlar, yenə günəşin normal düşmə bucağını hesablayırıq. 15 ilə 60. Arada nə qədər dərəcə fərqi var? 45. 45. 45. Düzdür? 90-dan çıxdıq nəyi? 45-i. Günəşin düşmə bucağı oldu nə qədər? 45 dərəcə. Düzdür? İndi meyilliyə Bəli. nəzər yetirək. Deyir şimala Hayda. doğrudur. Meyillik şimala doğrudur. Yəni günəşə tərəfdir. 10 55 dərəcə. yani. Bəli. 45-in üzərinə 10-u da gəlirsiniz. Edir 55 dərəcə. Birdən meyillik günəşin tərsinə olsaydı, günəşdən uzaqlaşana, onda çıxardıq olardı 35 dərəcə. Tapdım mən. Tapdım. Mən də tapdım. Nə qədər tapdıq uşaqlar? 24. 24. Hesablayaq görək doğrudurmu? Aradakı dərəcə fərqi nə qədərdir? 30. 30 30. dərəcə. 90-dan çıxdıq 30-u. Elədi 60 60 dərəcə. Düzdür. Cənuba doğru meyilliyi nə qədərdir? 6 dərəcə. Günəşdən əksdir. Nə edirik? Nə edirik? Azaldır idi. Azaldır. Çıxardım. Normal düşmə bucağını meyilliyi qədər azaldırıq. 60 çıxsın 6, 54. 24 neydi? Çaşdım 54. Eybi yoxdur, eybi yoxdur. Diqqətli olun amma yenə də. Yaxşı olmuş. Bunu da həll edək. Cənuba doğru yazıyor. Ha. Tapdım ben onu. Tapdım mən. Mən də tapdım. Nə qədər tapdıq uşaqlar? 55. 55. 55 yaxşı. Hesablayaq. Demək məntəqələr arasındakı dərəcə fərqinə baxaq. İkisi də şimaldadır deyək 40 dərəcə. Çıxırıq bir-birindən. 90-dan da çıxanda 40-ı düşmə bucağı oldu 50 dərəcə. İndi məntəqənin meyilliyi günəşə tərəfdir. Görürsüz? Günəş Bəli. cənubdadır, məntəqə şimalda. Məntəqə cənuba doğru. Yəni günəşin olduğu istiqamətə meyillidir deyə. Yəni günəş məntəqəyə nəzərən cənubdadır ha, amma yarımküre olaraq şimaldadır. 5 dərəcə meyilliyi də artırırıq bunun üzərinə. Yəni 50 55 dərəcə. Bəli. Başa düşmüşük uşaqlar? Bəli. Qaranlıq məqam oldu deyin, narahat olmayın. Növbətini həll edək. Hə, tapdım.
Hamı tapsın görək hələ. Tapdım Ana mən. tapdım ben. Nə qədər tapdıq uşaqlar? 50 değil. 50. Hesablayaq görək düzdürmü? Aradakı fərqi tapırıq yenə də 25 dərəcə. 90-dan çıxdıq 25 oldu 65 dərəcə. Düzənliyin də meyli şimala doğrudur. Görürsüz günəşdən əks istiqamətə. Demək ki, düşmə bucağı azalacaq. 65-dən də 15-i çıxırıq buna görə. Düşmə bucağı oldu 50 dərəcə.